Kızlar, kanalıma hamınız xoş gəlmisiniz. Yeni bir video ilə sizin qarşınızdayım. Qaşlarımı da sabitləmişəm. Buralarım qaşınır nəsə. Toxuna da bilmirəm ki, pozulacaq. Bir qab dolusu Şiklan məhsulları ilə makyaj edirik. Bunlarla mən qısa reels çəkmişdim, amma düşünürəm ki, oradan Şiklan məhsullarını almaq istəyən insanlar tam başa düşə bilməyəcək. Çünki orada sırf teksturalarını və ASMR tipli çəkmişdim. Burada isə tətbiq edəcəyik, söhbət edəcəyik, verdiyiniz sualları cavablayacağım və makyaj eləyəcəyik. Əgər almaq istəsəniz də üzdə necə durur, onu sizə göstərəcəm. Ümumiyyətlə makyaja yeni başlayanlar ola bilər, universitetdə oxuyanlar ola bilər aranızda və yaxud da sadəcə makyajı eləyib, bəzən səhv nədə olur bilmirsiniz də ola bilər. Birinci onu deyim ki, makyaja başlamamışdan əvvəl üzünüzü çox yaxşı nəmləndirirsiniz. Sadəcə üzünüzü yox, göz altlarınızı da eyni şəkildə. Mən də əvvəl bu səhvi eləyirdim. Üzümü və göz altlarımı əsas universitet illərində nəmləndirmirdim. Yəni səhər durdum, üzümü yuyurdum və bir dəfəyə tonal kremi tətbiq edirdim. Və istər-istəməz gün ərzində belə pul tökülmələr, çünki mənim dərim əvvəllər quru idi, ondan sonra yağlıya çevrildi. Yəni ki, belə dəri tipinizdə dəyişə bilər, fəsildən ola bilər, hər şeydən ola bilər. Ona görə də dəri tipiniz nədirsə, ona uyğun bir nəmləndirici ilə çox yaxşı bir şəkildə üzünüzü, göz altlarınızı nəmləndirirsiniz. Mən də indi elə eləmişəm. Üzümü yudum, göz altımı, üzümü yaxşı nəmləndirdim və üzüm indi nəmli və makyaja hazırdır. Günəş kremində nəmləndiriciden sonra mütləq istifadə edin, əgər çölə çıxacaqsınızsa. Bunun da yay-qış fərqi yoxdur. Mütləq günəş kremi istifadə olunmalıdır ki, üzünüzə ləkə düşməsin. Mənə ən çox gələn suallardan biri də günəş kremidir. Mən Sinozun günəş kremi istifadə edirəm. Görüm haradasa sizə göstərim. İndi hal-hazırda Sinozun bu günəş kremini istifadə edirəm. Deməli, üzümü nəmləndirsəm də deyə bilərsiniz ki, bəs baza mütləq də istifadə olunsun. Bu arada bazamızın gözəlliyinə baxın. Şiklamın bu yağlı dərilər üçün olandı. Bənövşəyi rəngdə olan yağlı dərilər üçün olandı. Yaşıl rəngdə olan isə quru və qarışıq dəri tiplərinə uyğundur. Mən də öz dəri tipimə uyğun bənövşəyisini aldım. Daha doğrusu bu lila rəngdə gedir. Bu arada indi sizin suallarınızı cavablandıracağım. Sadəcə bu makyaja hazırlama qismini sizə mütləq deməliyim ki, sonra məsələn istifadə eləyərsiniz, deyirsiniz ki, məndə belə olmadı, məndə belə qalmadı. Bunları mütləq eləməlisiniz. Yəni üzünüz istəyir yağlı olsun, quru olsun, fərq eləmir. Buna görə bunları danışıram sizə. Başlayıram. Şiklamın bu nədir? Şiklamın bu bazası ilə çox fərqli və çox gözəl bir rəngi var. Bir-iki dəfə test eləmişəm, bəyənmişəm. İndi də bunu tətbiq eləyəcəm. Deməli, elim promo üzümə alım. Bu tərəfdə də güzgü var. Baxa-baxa da çəkəcəm. Yaxına gəlin teksturasını görün. Belə su kimi bir teksturası var. Və bunu üzümə yedirirəm. İndi bura şəkil qoyacağım. Bu şəkildəki makyajı eləyirik. Belə üzünüzə vurduğunuzdan bütün cildiniz onu özünə çəkir və yapışdırır. Ona görə də yaxşıdır. Yəni belə yapışqanlıq hissi buraxır. Yəni bazada bu olmalıdır. Belə yapış olmalıdır ki, tonalini tutsun. Bu makyaj istəyirəm ki, məzuniyyət günü yaxınlaşır, veçer günü olacaq, məzunların günü yaxınlaşır. Ümumiyyətlə istəyirəm ki, sizin üçün bir fikir olsun. Aranızda universitet tələbəsi olanlar var, bilirəm. Bu arada mən indi sizə buralara bir yerə məzuniyyətdə geyindiyim paltarı falan göstərəcəm. Məsələn, mən yenidən məzun olsaydım, qəşəng qara bir abiyə geyinərdim veçerdə. Veçerimdə qırmızı rəng geyinmişdim. Çox iddialı bir rəng geyinmişdim. Özüm də şokdayam bu arada. Özgüvənim də gördüyünüz kimi tavandır da. Yəni özdə çox bərbad bir makyaj eləmişdim. Birinci şəkildə az-çox belə şəkildə yaxşı düşmüşəm deyə onu paylaşdım. Amma digərində bərbad idi. Ona görə üzümü bağladım. Məndəki rəngi, bu çox soruşulmuşdu. Məndəki rəngi şel rəngidir. Həmin gün mənimlə yanaşı 2 nəfər də qırmızı geyinmişdi, səhv etmirəmsə. Restoran olaraq da nar şərabı seçmişdik. Mənim üçün çox maraqlı və əyləncəli bir gün idi. Mən qızlar, Temudan yenə bir fırça almışdım. Bu fırçanı çox bəyənirəm. Bunu tətbiq edəcəm ki, fərqi görəsiniz. Məncə örtücülüyü yüksəkdir. Baxın. Burada sınaq əkən var idi, onu da bağladı. Məsələn, xallarım var, onları da bağlayır. Bir veçer üçün məncə uyğun bir şiklam tonalisidir. İndi isə sponjun üzərindən keçəcəm. Hələ də sinif yoldaşlarımla əlaqəm var. 4-5 nəfərlə əlaqəmiz kəsilib, amma digərləri ilə hələ də çox yaxşı dostluğumuz davam edir. Burada mən sizə demədim, mən qaşlarımı sabitləmişəm daha əvvəlcədən. Mənim qaş sabitləyicim isə Esklamdır. Çox gözəldir. Gəlin içində sizə göstərim. Baxın.
Çoxdan da istifadə edirəm. Bərəkətlidir, bitmir. Çox gözəldir. Trendyoldan almışdım. Hələ də istifadə edirəm. Yəni bunu alsanız uyğun qiymətlidir həm də. 11-12 manat olmalıdır. İndi isə keçirəm bronzora. Mən belə bronzor ilk dəfədir görürdüm. Məndəki rəngi tofi rəngidir. Burada da qeyd edirəm və göstərirəm sizə. Belə bronzor ilk dəfədir görürəm. Su kimidir, toz formasında deyil. Likit olaraq hər halda gedir, amma qablaşdırılması çox-çox gözəldir. İndi isə mənə verdiyiniz bir neçə sualı istəyirəm ki, cavablandırım. Biraz makyajla əlaqəli olmasa da istəyirəm ki, suallarınıza cavab verim. Fəxriyə xanım yazıb ki, salam, sizin əvvəlki vloqlarınızda ananız airfryer almışdı, onu istifadə edirsinizmi? Mən də almaq istəyirəm, məsləhətinizdir yoxsa almaq və yaxud da fikirlərinizi bildirin. Airfryer istifadə edirəm qızlar. Sadəcə mən bildirmişdim ki, mətbəxdə biraz dəyişiklik eləyirəm. Bizdə soyuducu çox yer tutur orada və mənim təzgahım çox balacadır. Ona görə də istəyirəm ki, oranın təzgahını böyüdək və alt hissəsinə şkaf eləyək. O hissə isə airfryerım, ət çəkənim, kofe maşını bunları yerləşdirim. İndi yəni hal-hazırda airfryerimin yer olmadığı üçün qaldırıb şkafın yuxarı gözünə qoymuşam, amma sizinlə də paylaşacağam. Təzgahımı böyütdükdən sonra isə airfryeri ora qoyacağam və daha ətraflı da sizə göstərərəm ki, mən onlar içərisində nə bişirirəm. Məncə çox yaxşıdır. Mənim əlimdən çox tutdu. Hətta onun içində meyvə quruda bilirsiniz ki, qurutmuşdum. Çox gözəl olunmuşdu. İstəsəniz tort da bişirə bilirsiniz, keks də bişirə bilirsiniz. Bütün yeməkləri də hazırlaya bilir. Hətta pizzanı da. Mən çox bəyənmişdim. Yenə də istifadə edəcəm. 2 il əvvəl Şiqlamın belə bir paletini almışdım. Rəngləri çox gözəldir. Pigmentasiyaları əladır. İndi sizə də onu göstərəcəm. Gördüyünüz kimi pigmentasiyaları zəif deyil, gözəl bir yansıması var. Amma bugün istədiyim makyajda olan rənglər bu paletdə yoxdur. Ona görə də fərqli bir paletdən istifadə eləyəcəm. Oradakı rənglər makyajıma daha uyğundur. Xahiş edirəm, saçınızda necə uzatmısınız, necə qalınlaşdırdınız, bu haqda ətraflı məlumat verin. Videoda hər dəfə, bəlkə bu videoda danışıb deyərəkdən açıram. Deməli qızlar, mən saçlarım mənim yəni ki anadan gəlmə gurdu. Yəni çox belə nazik saç tellərim yoxdur. Özünüz də videolardan görürsünüz. Amma mənim saçlarım dəhşət tökülür. Mən əgər düşünürəm ki, biberiyə yağının tonikini ümumiyyətlə istifadə eləməsəm, yəqin ki, başımda tük qalmazdı. Biberiyənin faydalarını internetdə araşdırsanız özünüz də görəcəksiniz. Düzdür, biberiyə istifadə eləsəm də saçım hələ də arada tökülə bilir. Bu fəsillərin dəyişməyindən bir çox faktordan da asılıdır. Yəni sırf saçımı qalınlaşdırmaq üçün falan bir şey tətbiq eləmirəm, amma saçımı yəni öz başına da buraxmamışam. Çünki elə olsa saçım tökülər və başımda tük qalmaz. Buna görə də öz saç baxım rutinimdə mütləq biberiyə yağından istifadə edirəm maska olaraq. Saçıma çəkirəm, 4 saat saxlayıb sonra isə saçımı durulayıram və biberiyə tonikini də saçımın uclarına tətbiq, diblərinə və uclarına tətbiq eləyirəm. Yəni saçıma istifadə etdiyim məhsullar demək olar ki, bu qədərdir. Baxın, makyaj edərkən 2 fırça lazım olur. Biri bu teni otuşturmaq üçün olan sıx bir makyaj fırçası, digəri isə belə daha seyrək və topaq kimi görünən qarışdırma fırçası. Əvvəlcə istədiyiniz teni gözünüzün üstünə otuzdurursunuz. Sonra bu hissəsini isə təmiz bir fırça ilə qarışdıraraq yayırsınız. Və belə bir-birindən, yəni keçidi qəşəng olan bir makyaj çıxır ortaya. İstədim ki, bunu da buradan bildirim. Bu arada bu palet Şiqlama aid deyil, amma mən çox sevirəm. Ona görə də göstərmək istəyirəm. Billur Design'ın, baxın. Billur Design'ın üçlü belə göz tenidir. Məncə çox kompaktdır, çantaya da tam atmalıqdır. Bunu mənə hədiyyə göndərmişlər, amma çox bəyəndim. Göz makyajında da görürsünüz tozlu deyil, göz altlarıma falan tökülmədi. Ona görə də bəyənirəm. Bu rəngi istifadə eləmişəm. Hələ ki bir rənglə bunu eləmişəm. İstəsəz belə də saxlaya bilərsiniz. Amma mən məzuniyyət makyajı edirəm deyə və istəyirəm ki, axşam biraz da parıldayım işıqda. Ona görə burada belə çox gözəl zərli, amma zəri çox az bilinən bir rəng var. Bunu əlimlə götürəcəm belə. Gəlin pigmentasiyasını da sizə göstərim. Çox gözəldir. Bunu da gözümün tam bağlayanda orta hissəsinə, göz qapağımın orta hissəsinə belə tətbiq edirəm. Bu belə varla yoxmuş kimidir. Yəni belə çox da bilinmir, özü belə çox da şik deyil. Amma ki axşam makyajlarında düşünürəm ki, çox da gözəl görünəcək bir rəngdir. Ona görə də alıram. Hər ikisinin ortasına belə tətbiq edirəm. Baxın. Görürsünüz? İndi isə konsiler tətbiq eləməmişəm. Konsiler tətbiq eləyək. Belə bir konsiler var. Ümumiyyətlə qablaşdırmaları çox qəşəngdir. Məsələn, bunlardan xonça üçün də bir dənə mənə rəy gəlmişdi ki, xonça yığmaq üçün. Xonçalıq, məsələn, bunun tonal kremini mən çox bəyəndim.
Məncə xonça ilə yaraşacaq bir təzə şıqlığı var. Həm də üstünün belə qabı da var. Yəni ala bilərsiniz. Çox qəşəngdir. Deməli, 3-cü sual cavablandırıram. Salam, bir neçə sualım var Sənbər xanım. Bir adelə peyvənd etdirmisinizmi? Bir-bir cavablandıraq. Adelə peyvəndlərini etdirmişəm. Son peyvəndi qalıb. Onu da etdirəcəm inşallah. Sadəcə peyvənd vurmağa qarşı deyiləm. Amma vurmayanlara da qarşı deyiləm. Yəni hər kəsin öz fikridir, öz uşağıdır, özü bilər. Uşağı üçün ən doğrusunu da bir ana bilər deyə düşünürəm. Məsələn, bizim ailədə Səbuy deyir ki, mən peyvəndə qarşıyam, amma mən peyvəndlərini vurdurmuşam. Şükür Allaha da heç bir problem yoxdur Adeldə. Təbii ki də bir gözləmək lazımdır. Mən Adelin hardasa 4 aylığından Adel 9 aylığına qədər, indi isə 1 yaş 7 aylıqdır. İndi belə dişindən ağrımaya başlayıb. Yəni mən peyvənd vuracağım ərəfədə uşağıma çox yaxşı baxmışam ki, onun qızdırması varmı, o xəstədirmi, qripdirmi, burnu axırmı, bunların hamısına çox diqqət eləmişəm. Çünki belə hallar çox görmüşəm ki, uşaq qızdırmalı halda peyvənd olunub, xəstə halda peyvənd olunub və bunlar faciəyə gətirib çıxardır. Ona görə də mən mütləq Adeli peyvənd vaxtıdır deyə aparıb heç vaxt peyvəndin vurdurmamışam. Hətta aylarla peyvəndin vurdurmamışam ki, mənim uşağımın əldə diş çıxardır. 37 qızdırması var. Sağ olsun həkimimiz də yəni həmişə buna diqqət eləyib. Elə peyvənddən əvvəl də həmişə qızdırması ölçüb. Allah'a şükür ki, heç bir şey yoxdur. Heç bir uşağa da istəmərəm bir şey olsun. Bütün uşaqlar sağlam olsun, xoşbəxt olsunlar. Həqiqətən də bunu ürəkdən arzulayıram. Yəni mən Adelə peyvənd vurdurarkən də diqqət etdiyim məqam nə xəstə olmasın, nə qızdırması olmasın bunlardır. Sonra isə gedib vurdurmuşam. Sonra 2 gün ərzində də heç qızdırması olmayıb. Məni narahat edəcək heç bir şey də baş verməyib Adeldə. Ona görə də ürəyim rahatdır, biraz yaxşıdır. Yenə dediyim kimi, nə qarşı deyiləm, nə qarşı çıxanlara da, onlara da qarşı deyiləm. Hər kəsin öz fikridir. Bu arada qızlar, konsiler qırışlara dolmadı. Bayaqdan konsiler tətbiq edirəm. Bu aşamanı da istədim kəsməyim ki, tam bir şəkildə görə biləsiniz. Bəyəndim. Mən konsiler qırışlarıma da dolmadı. Çox qəşəng bir şəkildə göz ətrafımı aydınlatdı. Mən bəyəndim konsileri. Məndəki rəngini də videonun üzərinə qeyd eləyəcəm. Qızım Adellə yaşıddır. Adelin kilosunu bilmək olarmı? Əlbəttə olar. Adelin kilosu 12 kilodur. Mənə görə azdır, amma həkim deyir ki, diş çıxardır, ona görədir. Və bütün uşaqlar individualdır. Məsələn, mən uşaq vaxtı çox balaca, arıq-cılız olmuşam, amma hər şey qaydasında olub. Yəni ümumiyyətlə həkim aparanda bunu bilmək lazımdır, qan analizi vermək lazımdır ki, uşaq əsas sağlamdırmı? Elə kök uşaqlar var ki, onlar sağlam deyillər. Elə arıq uşaqlar da var ki, onlar sağlamdır. Əsas odur gün ərzində qidalanma yaxşı olmalıdır. Almalıdır proteinini, ətini və tərəvəz, meyvə, bunların hamısını yeməlidir. Adel maşallah olsun yeyən uşaqdır və bunların hamısını yeyir, amma yenə də kökəlmir. Həkimin də dediyinə görə, yəni danışdığıma görə deyir diş çıxarır, buna görə kökəlmir. Yəni bunu da buradan bildirim. Bu bronzer da nə gözəliymiş. Üst hissəsi sıxılaşdırılmış pudradır, alt hissəsi isə toz pudradır. Məncə kompakt bir məhsuldur. Yadımdan çıxıb göz altlarıma ten keçməmişəm. Ona görə də ten istifadə edirəm. Gözümün üstünə ilk vurduğum o tünd rəng qəhvəyi tenlə göz altlarıma da o teni keçirəm. Və təbii ki də belə qalmayacaq. Sonra isə bunu yaymalıyam. Yenə təmiz bir fırça götürməlisiniz. Ümumiyyətlə yayma, dağıtma işləmlərində siz təmiz fırça ilə bunu eləməlisiniz. Çünki əlinizdəki fırça ilə eləsəniz, elə teni olduğu yerdə tünd vəziyyətdə yaymış olacaqsınız. Baxın bu formada. Yaydım, qurtardım. Mən bronzer istifadə etməyi çox sevirəm. Ona görə də bu bronzerun tofi rəngi mənə biraz açıq qaldı. Yəni mən biraz daha bronz sevirəm. Ona görə evdə olan başqa bir bronzerumdan keçəcəm. Bir də uzaqdan belə baxanda parlaqlığı görsənən highlighter məsləhət görərdiniz, zəhmət olmasa. Highlighter indi Şıqlamın highlighterını sınayacaq birlikdə baxarsınız. Ona görün sizin dediyinizə uyğundurmu? İndi ənlik istifadə edirəm. Rəngi çox şirindir. Tam yay bu havalı bir ənlikdir bu. Özü qaymaq kimi də yaydır. Məndəki rəngi isə Love Cake rəngidir. İndi keçirəm maskaraya. Bu maskaranı ilk açanda mənə çox qəribə gəlmişdi. Çünki qablaşdırılması çox fərqlidir. Baxın, belə bir şey. Və başlıq hissəsi isə bu formadadır. Mən ilk dəfə istifadə eləmişdim. Ona görə də deyə bilərəm ki, əgər həcm verməyini istəyirsinizsə, bu elə bir maskara deyil. Bu sadəcə sizin kibirlərinizi tək-tək ayıracaq.
Videonun başında göstərdiyim bütün məhsulları, yəni təzə alsam da bu highlighterı mən çoxdan istifadə edirəm. Yəni keçən yaydan bəri almışam. Bəyənirəm parlamağını. İndi videoda da göstərəcəm sizə. Belə normal baxanda o dərəcədə, yəni görünməsə də günəş işığında bir dənə parlamaq parlayır ki, çox gözəldir. Yəni burada da heç bir işıq, heç bir effekt ümumiyyətlə yoxdur. Üzümdə tam doğal, yəni günəş işığında sizə çəkirəm ki, fərqi görəsiniz. Mən belə highlighterları bu arada əlimlə tətbiq eləməyi sevirəm. Çünki daha rahat yayılır və daha gözəl görünür. İş edərkən fırça istifadə etsəm də əlimdən də çox istifadə etdiyim üçün əllərim də batıb. İstəyirəm ki, riyaz salfetka ilə təmizləyim və davam edək. Artıq qutularımı yekunlaşdırıram bu arada qızlar. Necə gedir makyajım? Mütləq fikirlərinizi yazın. Qutumun içində isə son bir məhsulum qalıb. O isə Şiklamın qlosudur. Gəlin birlikdə bunu da test edək. İstifadə edəməyəcəm ki, glosun tək başına rəngini görəsiniz. Məncə qəşəng rəngi var. Mən bəyəndim. Baxın, parlamağa qəşəngdir, yapışqanlıq hissi də buraxmır. Rəngin adı isə sepia kiss rəngidir. Amma mən bu glosu sildim, çünki bu glosun rəngi mənim makyajıma uymur. Məndə Miss Tails'in 765 rəngi var. Bu makyajıma daha uyğun olduğu üçün bu karandaşı keçirəm dodaqlarıma və çox gözəl rəngi var. Makyajımı yekunlaşdırdım qızlar. Sizcə necə oldu? Mütləq fikirlərinizi rəylərdə yazın. Bu karandaşın dodaqda duruşunu o qədər bəyənirəm ki, Şiklamın məndə karandaşı yoxdur, ona görə bunu istifadə etdim. 765 rəngidir Miss Tails'in. Tək başına da sanki pomada kimi durur, qalıcıdır, qəşəng qalır. Və odaq istəyirəm ki, məsələn gözlərim ağır makyaj olduğu üçün biraz dodaqlarımı soft tutmaq istədim. Heç gloss da vurmayacağım, amma istəsəz üstünə şəffaf gloss keçərək daha da parlaq da eləyə bilərsiniz. Amma mən gözlərdə istəyirəm olsun diqqət, ona görə də belə elədim. İstəsəniz əgər göz içinizə belə qəşəng qara qələmlə keçə bilərsiniz, o da qəşəng olar. Mən bir daha məzun olsaydım makyajımı belə eləyərdim. Qara bir abiyə geyinərdim və çərə belə gedərdim. Yəni siz nə düşünürsünüz bu haqda? Mütləq fikirlərinizi rəylərdə yazmağı unutmayın. Şiklam məhsullarından sizcə hansı daha gözəl oldu? Hansı sizin favoriniz oldu? Mütləq onu da qeyd edin. Mənim favorimi soruşsanız əgər, mənim favorim bu ənlikdir. Üzdə çox gözəl qalır, rəngi çox şirindir. Mən yəni bir daha gedib bu ənliyi alaram. Həm qablaşdırılması çox gözəldir, həm rənginin tonu çox gözəldir. Tam yay abu-havalıdır. Ümid edirəm ki, bəyəndiniz. Kanala abunə olmağı, gələn dəfə hansı markanı test edək mütləq şərhlərdə yazın. Mənim əslində fikrim var ki, gələn səfərdə istəyirəm ki, rəngli göz makyajı eləyək. Sizin üçün də maraqlıdırsa, qeyd edərsiniz, birlikdə onu da eləyək. Ümid edirəm ki, videodan zövq aldınız. Başqa videolarda görüşənədək sizi çox sevirəm. Hələlik!